Ulu Öndər Heydər Əliyev Azərbaycan xalqının yaddaşına müdrik lider, xilaskar, nəhəng quruculuq işlərinin müəllifi, həyat və fəaliyyəti ilə vətənə sədaqətin, bağlılığın ali meyarını yaradan tarixi şəxsiyyət kimi həkk olunub. Keçdiyi zəngin həyat yolu, vətən və xalq qarşısında misilsiz xidmətləri Heydər Əliyevi öz tarixi, milli dəyərləri, dövlətçilik ənənələri ilə fəxr edən azərbaycanlıların qürur mənbəyinə çevirib. Bu fikirlər Prezident Administrasiyasının rəhbəri Samir Nuriyevin ümumilli lider Heydər Əliyev dövlətə və xalqa xidmətin ali meyarını yaratmış tarixi şəxsiyyət başlıqlı məqaləsində qeyd olunub. Ümummilli lider Heydər Əliyevin böyüklüyü öz xalqı və dövləti üçün gördüyü misilsiz işlərdə bilavasitə əksini tapıb. Ulu Öndər tutduğu vəzifədən və şəraitdən asılı olmayaraq, ən mürəkkəb məsələlərin məsuliyyətini üzərinə götürərək onların yüksək səviyyədə həllinə nail olub. Prezident Administrasiyasının rəhbəri Samir Nuriyevin məqaləsində vurğulanıb ki, Ulu Öndər Heydər Əliyev yüksək şəxsi keyfiyyətləri və qısa müddətdə Respublikada əldə etdiyi böyük uğurlar sayəsində Sovet İttifaqı miqyasında şöhrət qazanıb. Azərbaycanı inkişaf edən nüfuzlu respublikaya çevirib. Dövlət müstəqilliyinin bərpasından sonra Azərbaycanın keçdiyi yolun hər bir mərhələsinin əsasında ümummilli liderin uzaqgörənliyi ilə hazırladığı həm daxili siyasi xüsusiyyətləri, həm də beynəlxalq sistemin qanuna uyğunluqlarını nəzərə alan milli dövlətçilik strategiyası dayanır. Yazıda bildirilib ki, ümummilli liderin həyata keçirdiyi fəal xarici siyasət Azərbaycanın suverenliyini və təhlükəsizliyini daha da gücləndirib. Birləşdirici amil kimi çıxış edən Azərbaycançılıq ideologiyası elmi-ictimai müzakirələrin istiqamətini təyin edib. Heydər Əliyevin "Mən həmişə fəxr etmişəm, bugün də fəxr edirəm ki, mən Azərbaycanlıyam" ifadəsi Azərbaycanlı milli kimliyini qürur mənbəyinə çevirib. Ümummilli lider Heydər Əliyevin uzaqgörənliyi ilə bürövrəsini qoyduğu müasir Azərbaycan daha sonra Prezident İlham Əliyevin rəhbərliyi ilə qısa müddətdə böyük yol qət edib. Onun siyasi iradəsi, bacarıqlı idarəçiliyi və qətiyyəti sayəsində öz qüdrətinin zirvəsinə yüksəlib. Azərbaycan 44 gün davam edən vətən müharibəsində tarixi ədaləti bərpa edib. Müzəffər Ali Baş Komandan Prezident İlham Əliyev ata vəsiyyətini yerinə yetirərək Şuşanı azad edib və ümummilli liderin xalqımızın ən böyük arzusunu həyata keçirib. Ümummilli liderin fəaliyyətinin əsasını təşkil edən həyat fəlsəfəsi, böyük dövlətçilik təcrübəsi, zəngin siyasi irsi onu dövrünün fenomeni statusuna yüksəltdiyi kimi həm də gələcək nəsillər üçün nümunəyə, məktəbə çevirib. Xalqımız Heydər Əliyevin xatirəsini əziz tutur, onu minnətdarlıqla anır. Heydər Əliyev daim Azərbaycanlıların qəlbində yaşayacaq, onun adı hər zaman milli fəxarət rəmzi kimi çəkiləcək.